2 gün yox idi. 3-cü günü haray saldım. Sonra polislər gəldi. İşin üstü açıldı. Aprel ayının 22-si axşam saatlarında Şərur rayonunun Oğlanqala kəndində gördüyünüz bu su quyusundan qadın cəsədi aşkarlanıb. 75 yaşlı qadının həmkəndlisi tərəfindən öldürülərək bu quyuya atıldığı ehtimal edilir. Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır. Birinci bir şey üstüne açan mən oldu. Gündə gətirdi suyu qabını qoydu bizə. Dedi ki, bunu doldurun, gəlib aparacağım. Bu su qabını gətirib qoydu bizim qapının dalına gedib, yoxdur. Sonra bacım dedi ki, gəl paçoku aparmayın. Keçdim ayətlərine baxdım ki, evə bir dənə kıfır. O evə həmişə 2 kıfır vurardı. Keçdim ki, evin işığı yanır. O evin də işığını bir yanır qoymazdı. Gəldim, o harda qalır, kimdə qalır, ona zəng vurdım. Soruşduq, maraqlandı, kətdə kimə zəng vurdu, dedi bizə gəlmir. Zəng vurdum öz qahımlarına. Dedim ki, evdə yoxdur, 2 gün evə gəlmir. Çaskovun axşam zəng vurdu, Çaskov idi. Çaskovda səhər gəldilər. İcra nümayəndəsi gəldi, qapını aşağı getdi, içəriyə baxdılar, yoxdur içəridə. Bu rəhmətə girən qız mənim əmmin nəvəsidir. Ama kənd cəmaatının hamısı, böyükdən xırdıya hamı ona hörmət qoyardı. Bir gün də Allahın işidir, hadisə də alındı, belə gəldi, belə oldu. Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Daxili İşlər Nazirliyinin baş verən qətllə bağlı yaydığı məlumatda bildirilir ki, araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 39 yaşlı qadının tamah məqsədi ilə həmkəndlisi 75 yaşlı qadını qəsdən öldürdükdən sonra evin həyətindəki su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı araşdırma davam etdirilir.